Oğuz-Qəbələ-Bakı su kəmərinin ümumi uzunluğu 262,5 km təşkil edir. Diametri 2000 mm olan magistral xətt saniyədə 5 kub metr su ötürmə qabiliyyətinə malikdir və əsasən özaxımlı rejimdə fəaliyyət göstərir. Kəmərin su ilə təmin olunması məqsədi ilə Oğuz rayonu ərazisində 81 istismar və 20 müşahidə quyusu qazılıb. Layihəyə əsasən hər bir quyunun məhsuldarlığı saniyədə 70 litr proqnozlaşdırılsa da, hazırda bəzi quyularda bu göstərici saniyədə 80-90 litrə qədər yüksəldilib. Müşahidə quyularında aparılan daimi monitorinqlər su ehtiyatlarının dinamikasının və debit göstəricilərinin layihədə nəzərdə tutulduğundan daha yüksək olduğunu təsdiqləyir. Bu da mənbənin potensialının kifayət qədər geniş olduğunu göstərir. Hazırda Oğuz rayonunun Sincan kəndindəyik. Oğuz-Qəbələ-Bakı su kəməri vasitəsilə şəhərə, Bakıya ötürülən su, həmin bab gördüyünüz bu kənddə deməli fəaliyyət göstərən su qəbul edici kameralara toplanır. Su qəbul edici kameralara deməli 81 subartisan quyudan öz axımlı rejimdə həmin kameralara gəlir və kameralardan da hazırda üzərində dayandığımız 2 ədəd 10.000 kub metrlik ambarlara dolur və ambarlardan da yenə öz axımlı rejimində Oğuz-Qəbələ-Bakı su kəmərinə vurulur. Oradan da şəhəri içməli su ilə təmin edir. Su ambarlarına tökülən su öncə su qəbul edici kamerada emal olunur və zərərsizləşdirilir. Daha sonra su magistral kəmər vasitəsilə paytaxt istiqamətində nəql edilir. Kəmər boyunca suyun sabit və təhlükəsiz ötürülməsini təmin etmək məqsədi ilə 3 təzyiq nizamlayıcı və 2 təzyiq qırıcı kamera quraşdırılıb. İş rejimi müasir SCADA nəzarət sistemi vasitəsilə avtomatlaşdırılmış qaydada izlənilir və idarə olunur. Su kəməri ölkənin 8 rayonunun ərazisindən keçərək paytaxta qədər uzanır. Oğuz-Qəbələ-Bakı kəməri ilə Bakıya verilən içməli suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının müəyyən etdiyi beynəlxalq standartlara tam uyğundur və yüksək gigiyenik göstəricilərə malikdir. Bu kəmər vasitəsilə su Bakı şəhərinin Abşeron, Yasamal, Nəsimi, Səbail, Nərimanov, Nizami, Xətai və Binəqədi rayonlarının bir hissəsini, eləcə də magistral xəttin marşrutu boyunca yerləşən bir sıra yaşayış məntəqələrini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edir. Bu layihə paytaxtın su təchizatının şaxələndirilməsi, ekoloji tarazlığın qorunması, əhalinin sosial rifahının yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.